Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizlər üçün çox ləzzətli, eynən dondurma dadında, ağızda əriyən möhtəşəm bir bananlı tort hazırlayacağım. Onu da deyərdim ki, əsl yay tortudur. Tortumuzun xəmiri üçün bizə lazımdır 4 ədəd iri ölçüdə yumurta, 1 stəkan yarım, yəni 300 qram şəkər tozu. Amma mən burada 1 stəkan şəkər tozu əlavə etdim. Çünki çox şirin sevmirəm, ona görə yarım stəkan şəkər tozunu azaltdım. Amma mütləq 1 stəkan yarım şəkər tozu əlavə edin. Çünki 1 stəkan şəkər tozu ilə şirinliyi biraz az olur, yəni bir qədər kəm olur. Üzərinə də 1 paket şəkərli vanil əlavə edib, mikserlə bunları tam ağarana qədər və kütlə bir neçə dəfəyə qədər artana qədər qarışdırmaq lazımdır. Onu da qeyd edim ki, bura istifadə edəcəyiniz yağdır, süddür, çalışın ki, hər biri ev temperaturunda olsunlar. Yəni soyuq halda götürüb istifadə etməyin. Soyuq halda olsa ola bilər ki, kekiniz yəni şişməyə bilər, çox yaxşı köpməyə bilər. Ona görə mütləq çalışın, hamısı ev temperaturunda olsun. Gördüyünüz kimi rəngi düm ağappaq ağardı və kütləmiz artdı. Bu cür olduqda üzərinə 1 armud stəkan, yəni 100 ml bitki yağı əlavə edirik. Mən qarğıdal yağından istifadə etdim. 200 ml də, yəni 1 stəkan da ev temperaturunda olan süd əlavə edirik və mikserlə çox az qarışdırırıq. Ən sonda isə 3 xörək qaşığı kakao, 1 paket, yəni 10 qram qabartma tozu, bir də 2 stəkan, yəni 260 qram unumuz var burada. Unu da hissə-hissə əlavə edirik. 3 dəfə olmaqla ələkdən keçirdərək un, qabartma və kakao qarışımını gördüyünüz kimi xəmirimizin içərisinə əlavə edib qarışdırırıq. Mikserin ən aşağı sürəti ilə qarışdırırıq. Xəmirin çox köpüğü yatmasın. Və unu da əlavə etdikdən sonra çox qarışdırmaq lazım deyil. Baxın, gördüyünüz kimi çox az qarışdırdıq. Daha sonra isə qalan unumuzu da yenə də hissə-hissə əlavə edərək ümumilikdə 3 dəfə olmaqla ələkdən keçirdirik. Xəmirimizi qarışdırırıq və xəmirimiz hazır olur. Xəmir çox qatı olmayan, bir qədər duru bir xəmir olur. Dəyərli izləyicilərim, kim hardan videomu izləyərsə, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən zəhmətə dəyər verib, yuxarıda gördüyünüz bəyən düyməsinə toxunmağı unutmayın. Əgər videolarımızı bəyənirsinizsə, yaxınlarınızla da paylaşın. Kiçik kanalım olan vlog kanalıma da mütləq abunə olun. Orada da bir-birindən maraqlı sizləri videolar gözləyir. İnşallah yaya doğru daha da gözəl videolar çəkəcəm həmin kanalımda da sizlər üçün. Ona görə də o kanalımda da dəstəyinizi gözləyirəm. Abunə olun, bildirişləri aktiv edin ki, hər zaman yeni paylaşdığım videolardan anında xəbərdar olasınız. Və artıq xəmirimiz hazır oldu. Baxın, burada indi mən xəmirin qatlığını da sizlərə göstərəcəm. Xəmir çox qatı xəmir deyil, bir qədər duru xəmirdir. Biraz da yaş keksin xəmirinə bənzəyir. Baxın, bu cür duru bir xəmirdir. Mən bu tortumu deməli 27-nin 36-ya olan ölçüdə listin içərisində hazırladım. Əgər bu ölçüdə sizin belə uzunsov şəkildə şüşədən, yəni borcamınız varsa, şüşə listiniz varsa, onu da içərisində hazırlaya bilərsiniz. Mənim o şüşə borcamlarım biraz kiçik ölçüdə olduğu üçün mən 27-nin, yəni eni 27, uzunu 36 sm olan listin içərisində hazırladım. Bitki yağı ilə hər tərəfini yağladım listimi və xəmirimin hamısını içərisinə əlavə edirəm. Onu da qeyd edim ki, sobanı da mütləq öncədən yandırmaq lazımdır. 30 dəqiqə müddətində bişib hazır olur. Baxın, xəmiri hər tərəfinə beləcə ehmalca əyirik ki, hər tərəfinə çatsın və 2-3 dəfə möhkəm masanın üzərinə vururuq ki, bişərkən bir tərəfi çox qabarıb, bir tərəfi aşağı enməsin. Hər tərəf eyni bərabərdə olsun. Və artıq gördüyünüz kimi sobamın içərisinə yerləşdirdim. Bişməyin də 30 dəqiqədən sonra bu cür çöp vasitəsilə yoxlaya bilərsiniz. Əgər çöpü içərisinə saldıqda quru çıxırsa, deməli bişib hazır oldu. Mən öncədən sidilmiş 170 dərəcəlik sobamda konveksiya rejimində 170 dərəcədə 30 dəqiqə müddətində bişirdim. Konveksiyasız adi sobalarda da 180 dərəcədə bişirə bilərsiniz. Yenə də qeyd edirəm, 30 dəqiqəyə bişib hazır olur. Bişdikdən sonra mütləq bir kənara qoyun, qalsın, soysun. Yəni isti-isti qətiyyən kəsməyin. Tam soyduqdan sonra baxın, kənarlardan biraz belə məsafə saxlayırıq və qaşıqla ehmalca tam dibinə getməmək şərti ilə üzərindən biraz xəmirdən kəsib çıxardırıq.
Həmin bu kəsib çıxartdığımız hissələrdə sonradan yenə də ovaraq tortumuzun üzərinə əlavə edirik. Yenə də qeyd edirəm, kənarlardan mütləq belə məsafə saxlamalısınız və bir də ki, qaşıqla belə içərisini oyub çıxararkən tam dibinə getməyin. Yəni tortun alt hissəsi, yəni dibi qalmalıdır. Tam dibinə kimi getməyin, sadəcə üzərindən bir qədər belə xəmirlərdən çıxardırsınız. Baxın, burada səliqəli şəkildə üzərlərindən də bir qədər ovunsundan götürürəm və salam. Daha sonra isə artıq biz başlayırıq kremi hazırlamağa. Kremi hazırlamamışdan öncə bir armudu stəkan deməli süd götürürük. Süd də ev temperaturunda olan bir süddür. Bir armudu stəkan, yəni 100 ml südlə biz tortumuzun xəmirini, yəni keksini isladırıq, yəni nəmləndiririk. Əgər armudu stəkanınız yoxdursa, siz bir armudu stəkanı hər zaman videolarımda istifadə etdiyim 200 ml stəkan ölçüsü ilə yarım stəkan ölçərək götürə bilərsiniz. Yəni 200 ml stəkan ölçüsü ilə bir armudu stəkan yarım stəkan eləyir. Daha sonra isə qoyuruq bir kənarda qalsın. Yəni nəmləndirdiyimiz demək xəmirimizi qoyuruq bir kənarda qalsın. İndi isə keçirik krem hazırlamağa. Şanti krem hazırlayıram. Bildiyiniz kimi şanti kremlər qutunun içərisində 2 paket olur. 2 paket ümumilikdə 150 qram eləyir. Yəni bu 2 paketin tozu birlikdə 150 qram eləyir. 2 paketin ikisini də əlavə edirik iri bir qabımızın içərisinə. Bir də onu da nəzərinizə çatdırım ki, çalışın bu şanti kremi də birbaşa soyuducudan götürüb istifadə eləyin. Yəni bu da qaymağın bir növüdür demək olar ki, yəni quru qaymaqdır da, eynən qaymağın dadını verir. Və üzərinə 2 stəkan süd əlavə edirik. 2 stəkan süd də soyuq olmalıdır. Onu da soyuducudan götürün. Həm krem şantinin bu tozunu da soyuducudan götürün, soyuq halda istifadə eləyin. Südü də mütləq soyuducudan götürün, südü də soyuq halda istifadə edin. Baxmayaraq ki, xəmirin içərisinə biz əlavə edərkən ilıq halda, yəni ev temperaturunda olmalıdır süd, amma bu şanti kremi hazırlayarkən soyuq halda südü istifadə etmək lazımdır. Şanti kremin tozu da və süd də hər ikisi soyuq halda olmalıdır ki, bu qatılaşsın. Krem əvvəlcə duru halda olduğu üçün bir qədər ətrafa çilənir, amma buna baxmayaraq mikserin yüksək sürəti ilə qarışdırdıqda artıq kremimiz qatılaşır və budur. Kremimiz hazırdır. Hazır olan kremin baxın qabını belə əydikdə belə içərisindən tökülməli deyil və bunu biz hələlik soyuducunun aşağı gözünə, yəni buzluq olmayan gözündə saxlayırıq bananları doğrayana kimi və keçirik bananlarımızı doğramağa. Ümumilikdə bu tort üçün mən 3 ədəd iri ölçüdə banandan istifadə etdim. Əgər bananların ölçüsü biraz kiçik olarsa, onda 4 ədəd də banan istifadə edə bilərsiniz. Mənim istifadə etdiyim bananlar iri ölçüdə olduğu üçün mənim tortuma 3 ədəd banan bəs etdi. Və gördüyünüz kimi nə çox nazik, nə də çox qalın olmamaq şərti ilə bananları halqavari doğrayırıq. Hələ ki ikisini doğradım, birini saxladım. Düşündüm ki, bəlkə ikisi bəs edər, amma baxdım ki, ikisi bəs etmədi. Sonradan digər 3-cü bananımızı da doğradım. Və baxın, gördüyünüz kimi bananları hamısını tortumuzun üzərinə düzürəm. Və bunları düzdükdən sonra artıq biz kremi üzərinə əlavə edib və tortumuza bəzəyi verəcəyik. Hazırlaması çox asandır, amma inanın ki, o qədər dadlı, ləzzətli, möhtəşəm bir tort alınır ki, əsl yay tortudur, çox yüngüldür. Dondurma dadında bir tort alınır və iri ölçüdə alınır. Yəni ailədə çoxsuzsa, inanın ki, hamınıza çatacaq. Gördüyünüz kimi iri bir listlə çox iri, bərəkətli və möhtəşəm, dadlı, ləzzətli, ağızda əriyən, yumşaq bir tort alınır. Onu da deyim ki, türklər bu torta köstəbək pastası deyirlər. Bunu yumru formada da bişirənlər var, amma mən bu cür hazırladım. İri bir ölçüdə listin içərisində hazırladım. Gördüyünüz kimi bananların hamısını düzdükdən sonra kremin hamısını əlavə edirik tortun üzərinə. Biraz ehmalca əvvəlcə bananların üzərini örtürük ki, qaşıqla belə yayarkən bananlar çıxmasınlar altdan, xəmirin üzərindən çıxmasınlar. Daha sonra isə artıq kremi hər tərəfinə əlavə etdikdən sonra gördüyünüz bu ovuntuları da, yəni tortun içərisindəki çıxartmışdıq, üzərindən ovuntularını da biraz əlimlə ovdum. Mən rondodan keçirtmədim, çünki daha da çox belə üydülmüş olanda sevmirəm. Elə əlimlə ovdum və bunların da hamısını üzərinə əlavə edirəm. Əlavə etdikdən sonra əlimlə də üzərindən biraz belə, tortumuzun üzərinə biraz belə toxundururam ki, həmin bu ovuntular kremə yapışsın. Bol kremli
bananlı, ağızda əriyən, möhtəşəm bir dadı olur. İnanın ki, hazırlasanız dadından doymayacaqsınız. Sonda yarım dənə banandan artıq qaldı və həmin o yarım bananı da mən belə nazik-nazik doğradım və tortumuzun üzərinə düzdüm. Bananlar səhərə kimi qaralmasın deyə, ona görə mənim əlimin altında soyuducumda hazır jele var idi. Həmin o jeleni də sizlər rəngsiz jeledir. Onu sizlər deməli tort ləvazimatları satılan mağazalardan əldə edə bilərsiniz. Baxın bu cür rəngsiz jele olur. Bunu biraz ilıq su ilə, isti su ilə də qarışdıra bilərsiniz. Yəni tez həll olsun. Yaxşıca qarışdırırıq. Hətta bir qədər artıq olsa yumurta çırpan vasitəsilə daha da tez açılır. Su ilə biraz belə açırıq və bananların üzərinə fırça vasitəsilə çəkirik. Həm bu jele bananları qaralmağa qoymur, həm də meyvələri bir qədər parıltılı edir. Bunu siz adi məsələn, meyvəli tortlar da hazırlayanda çələkli tort olsun istifadə edə bilərsiniz. Çələyin də üzərinə vura bilərsiniz ki, onu parıltılı etsin. Amma burada da həm meyvəni parıltılı eləyir, həm də qaralmağa qoymur. Və tortumuzun kənar hissələrini də ağ şokolad qırıntıları ilə sadə belə bəzək vurdum və tortumuzu iri bir salafanın içərisinə yerləşdirdim və soyuducumuza yerləşdirdim. Soyuducuda gecədən səhərə kimi saxlayıram. Gündüz vaxtı bişirsəniz ən azı heç olmasa 3 saat, 4 saat çalışın ki, soyuducuda qalsın ki, biraz tortumuz özünü tutsun. Mən gecə hazırladığıma görə səhərə kimi soyuducumda saxladım və artıq səhəri gündə indi kəsirəm, sizlərə də göstərim. Mən biraz iri dilimlər kəsdim, amma istəsəniz kiçik dilimlərə də bölə bilərsiniz. İnanın ki, o qədər yumşaqdır ki, doğrayanda da hiss etdiniz. Dadından da doymaq olmur. Yenə də burada nəzərinizə çatdırım ki, mən ərzaqların miqdarını yazanda açıqlama bölümündə orada bir stəkan yarım, yəni 300 qram şəkər tozu yazacağım. Çünki reseptdə 300 qram şəkər tozudur. Çünki bilirəm soruşacaqsınız ki, burada bir stəkan şəkər tozu əlavə etdiniz, amma açıqlama bölümündə stəkan yarım yazmısınız. Mən özüm yarım stəkan şəkər tozunu azaltdım. Çünki çox şirin istəmirəm ona görə. Amma şirinliyi məni qane etdi. Çox şirin sevənlər mütləq stəkan yarım əlavə edin xəmirə. Və görürsünüz necə yumşaqdır, necə ağızda əriyən, çəngəli vuran kimi bölünür. Çox möhtəşəm bir dadı var. Əsl yenə də qeyd edirəm, yay tortudur. Mədəyə ağırlıq verməyən, çox yüngül, çox ləzzətli bir tortdur. Hazırlamağınızı şiddətlə tövsiyə edirəm. Mütləq hazırlayın. Amma hazırladıqdan sonra geri dönüşlərinizi mütləq yazarsınız, gözləyəcəm. Əgər bəyəndinizsə videomuzu yaxınlarınızla da paylaşın. Bir kəlmə olsa belə şərh yazmağı unutmayın. Şərhlərdə hər zaman xoş sözlər yazan hər kəsə, hər bir izləyicimə buradan öz təşəkkürümü bildirirəm. Nə yaxşı ki, varımsınız. Sağ olun, sağlıqla qalın. Yeni videolarda görüşənədək Allah'a əmanət olun.